Nəhayət ki, o gözlədiyim şad xəbər artıq gəlib çıxdı. Əgər sizlər də Polşada qanuni şəkildə işləmək istəyirsinizsə və etibarlı şirkət axtarırsınızsa, həmin o an, bu andır. Mənim özümün də işlədiyi hal-hazırda şirkət, zavod, xalça zavodu 3 ədəd kişi işçi axtarır. Bu Polşadan da ola bilər. Əgər hal-hazırda Polşadasınızsa və iş axtarırsınızsa, sizlər də gələ bilərsiniz. Və yaxud da Azərbaycandasınızsa, yenə də sizlər üçün iş dəvətinin yaradılması, iş dəvətinin, iş icazəsinin çıxarılması, sizlərə göndərilməsi, bütün bu sənəd prosesin bizim şirkət tərəfindən köməklik göstəriləcək. 3 ədəd kişi işçi axtarılır. İşimiz nədən ibarətdir? Dediyim kimi, xalça zavodudur və istehsal olunmuş xalçanın 4 tərəfinin kəsilməyi, sistemə qeydiyyatdan salınmağı və bu qədər sadədir. Əgər maraqlanırsınızsa, şərh bölməsindən də sualınızı yaza bilərsiniz və yaxud da mənə şəxsdən də yaza bilərsiniz. Maaş, iş saatları, bunlar haqqında mən daha ətraflı ikinci videomda məlumat verəcəm. Bu fürsəti mən çox gözləyirdim. Qismət bu günə idi. Əgər yenə deyirəm, kiminsə işə ehtiyacı varsa, kimsə maraqlanırsa da bu videonu həmin şəxsə də göndərə bilərsiniz ki, bu fürsətdən yararlana bilsin. Məndən hələ ki bu qədər. Ən qısa zamanda görüşərik. Hələlik.